bax. Aydındır, aydındır. Şirk neçə hissəyə bölünür qardaş? Şirk 3 hissəyə bölünür. Məsələn, Böyük şirk, kiçik şirk, gizli şirk. şirk fil-zat, yəni Allahın zatına ortaq qoşmaq. Sonra gəlir şirk fil-sifət, Allahın sifətlərində ortaq qəbul etmək. Bir də gəlir şirk fil-ibadə, ibadətdə ortaq qoşmaq. Düz? Aha, düzdür, doğrudur. Əhsən. Zəhmət olmasa bunların hərəsinin ayəsini gətirə bilərsən Qurandan mənə? Deməli, sən bir demən, bir Allahın izni ilə Quranda yadımda qalanlardan sənə deyim. Hansını gətir. Əhsən. Məsəl üçün, Allahın zatına ortaq qoşmağa aid bir dənə ayə. Allahın zatına ortaq qoşmağa aid. Zatı deyəndə nə qəsd edirsən? Demək, şirk fil-zat sözüdür. Allahın zatına ortaq qoşmaq. Allahın zatına ortaq bilsən kimlər qoşur? Yox, belə deyim də. Kimlər lazım deyil. Quranda ayə lazımdır mənim dəyərli qardaşım. Məsələn, Məryəm 35 ola bilər. Bir dənə deyim də inşallah qardaş, icazə versən danışım da. Buyur. Mücəssimlər Allah Azza və Cəllənin zatına şirk qoşurlar. Niyə? Etiqadın küfrünü və ayəni deyim də. Deyir ki, Quran-ı Kərimdə Allahın zatına şirk qoşmaq odur ki, xristianların misal üçün Yahudilərin ortaq şeyi odur ki, deyirlər ki, biri deyir Üzeyr Allahın oğludur, biri deyir İsa Allahın oğludur. Bu Allah Azza və Cəllənin zatına şirk qoşmaqlarıdır. Məsəl üçün Yahudilərin sözü var bir dənə, Allahın əlləri bağlıdır, əuzubillah. Allah Azza və Cəlləyə belə deyim də zatına şirk qoşulur və mücəssimlərin etiqadında da şirk qoşulma metodu odur ki, Allah Azza və Cəllənin zatını bəşəriyyətə bənzədirlər. Əuzubillah. Bəşəriyyətə bənzədirlər də, yəni bənzərlik verir. Əhsən. İcazə olar bu mövzu ətrafında biraz danışaq. Danışaq, problem yoxdur. Buyur. Əhsən mənim qardaşım. Sizin etiqada görə Allahın əli zatındandır? Allah Azza və Cəllənin əli zatındandır, bəli. Zatındandır. Zata keyfiyyət vermək olar? Xeyr. Əhsən. Şirkdir. Əhsən. Keyfiyyət nə deməkdir? Yəni mahalı, mənası, necəliyi, düz? Aynen. Necəliyi. Məsələn, rəngi necədir, soyuqdur, istidir filan məsələn, düz? O formucu düzdür. Əhsən. Ola bir dənə hədis təqdim edeyim sənə. Buyur, hədis təqdim elə, bir dənə mən dinləyim, o hədisə də baxacam bu arada, atdığın hədisə nədir, nə deyil. Əhsən. Deməli, hədisdə buyurur ki, deyən hədisə sənin üçün tapım hələ bir, sonra oradan oxuyum Allahın izni ilə. Deməli, hədisdə deyir ki, mənim dəyərli qardaşım. Aha, deyən, bizə saniyə. Deməli, Əhl-i-Sünnə vəl cəmaətin sələf-i salih əqidəsi İslam və İman kitabı. Hədis gəlir. Hədisi sənə atım. Yəni hardasan? Kitab kimindir? At inşallah. Bəs kitab kimin olduğunu da desən yaxşı olur. Kitabı gərək indi baxaram, görüm kimdir. Proqramda zaten məndə var. Bizdə sən proqrama girim. Proqramda zaten məndə olar. İslam kitabxanası Tövhid 1. Kitabı deməli Əhl-i İslamı deməli toplayan və tərtib edən Kamal Hüseyn. Kitab bütün hüquqları qorunur. Kamal Hüseyn toplayıb bunu, Əhl-i-Sünnə vəl cəmaətin əqidəsini, dəlilləri ilə. Kamal Hüseyn? Tərtib edən, toplayan odur. Günümüzdə yaşayan Kamal Hüseyn? Günümüzdə yaşayan Kamal Hüseyn. Murciə? Bilmirəm valla kimdir, amma Əhl-i-Sünnə vəl cəmaətin əqidəsi kitabıdır. Tanıyıram. Zındığın biridir. Qamət Süleymanovun ikisi də eyni bezin parçasıdır, neyse. Olar. İndi sənə bir hədis oxuyum. Gör bu hədisə etiqadın var yoxsa yoxdur? Deyir ki, həmçinin barmaqların olmasını da iman edirlər. Muaz İbn Cəməl radiyallahu anhu rəvayət edir ki, Rasulullah sallallahu aleyhi və səlləm buyurdu: Rəbbimi yuxuda ən gözəl surətdə gördüm. Və Rəbbimin ovucunun iki çiynimin, yəni kürək sümüyümün arasına qoyulduğunu gördüm. Onun barmaq uclarının, başqa rəvayətlərdə əllərinin soyuqluğunu qəlbimdə hiss etdim. Qəbul edirsiniz?
Davam elə, sonunda deyəcəm, hədisə baxım deyəcəm. Əhsən. Abdullah bin Amr bin Əl-Əs radiyallahu anhu rəvayət edir ki, Rasulullah sallallahu aleyhi və səlləm buyurdu: Adam oğullarının qəlbləri Rəhmanın barmaqlarından iki barmağı arasına tək bir qəlb kimidir. Onları istədiyi kimi çevirir. Bu cür hədislər bitir, sonra başqa hədislər gəlir. Hədis bitir, elə ki, başqa hədis gəlir. Mən sən birinci oxuduğum hədisi etiqadda qəbul edirsən, mənim dəyərli qardaşım. İndi baxın, inşallah mən özüm baxıram öz telefonumdan. İndi mən sənə deyirəm. Bax. Məndə məsəl proqram da var. İstəsən belə görüntülünü açım. Sələf-i Salihin əqidəsi məsələsini. Orada məsəl üçün gətirim, tövhid barmaqlar babında, əllər babında. Yenə də o hədisi inşallah ki götürək. İstəsən o hədis hardan gəlib onu tapım sənin üçün. Bir dəqiqə deyim. Hardan gəlməyini? Bir dəqiqə. Hə. Deməli, burada mən sənə deyim, hədisi qəbul edirəm. Hə, hədisi olduğu kimi qəbul edirəm Allahın izni ilə. Olduğu kimi qəbul edirsən. Hə, inşallah sən şübhə gətir, mən onun təfsirini sənə deyim. Mənim gözüm yoxdur. Bax, təkrar elədin ki, mənim qardaşım, hədisi olduğu kimi qəbul edirsən. Nə sağ vurursan, nə sol da belə deyək. Olduğu kimi qəbul edirsən. Əhsən. Mən də sənə az əvvəl dedim ki, Allahın zatının necəliyini bilmək nədir? Hə. Küfürdür. Hər küfür zəlalətdir, hər zəlalətdə... Qardaşım, bizə dəqiqə, bilmək yox. Necəlik vəsf etmək küfürdür, necəlik ona. Necəlik vəsf olunmağı, əhsən. Sənin bu hədisin deyir ki, Allahın barmaqlarının udunun soyuqluğunu qəlbimdə hiss etdim. Allahın barmaqlarının udu soyuq olmağı zatın keyfiyyətin necə olmağını bildirir. Barmaq, necə barmaq? Soyuq barmaq. Bu da keyfiyyətdir. Buyur mənim qardaşım. İnşallah bu məsələyə başlayaq. Bismillah, elhamdülillah, və salatu və selamu alə Rasulillah. Rabbi şrah li sadri və yessir li əmri və hlul uqdatan min lisani yefqahu qavli. Əmmə bəd. Rasulullah aleyhissalatu vesselam buyurdu: Rabbimi yuxuda ən gözəl surətdə gördüm və Rabbimin ovucunu iki çiynimin arasına qoyduğunu hiss etdim. Onun barmaqlarının soyuqluğunu kürəyimdə hiss etdim. Və qiyamət günü Allah göyləri bir barmağının yeri bir barmağına, dağları bir barmağına alacaq, digər barmağına alacaq. Bu hədisin mənbələri, belə deyim də, bu hədis Səhih Əl-Buxaridə də var, kitabda təfsirində, Səhih Müslimdə də var, Tirmizidə də var, Sifatul Qiyamə, belə deyim də, babında, İbn Macədə də var, müqaddiməsində. Yəni, özdə səhih hədis və ən yüksək səviyyədə səhihdir bu hədis, yəni. Hədisin şərhini oxuya bilərəm misə? Oxu, nə oxuyursan oxu, boza bir dənə izah elə. Mənası və şərhi budur ki, hədislərdə Allahın barmaqları əl, ovuc kimi ifadələr keçəndə, sələf alimləri İbn Teymiyyə, İbn Qayyim, Əhməd bin Həmbəl, Rahməhullah və s. deyiblər ki, bunlar təşbih, insana bənzətmə deyil, təvil etmədən bila keyf qəbul edilir. Yəni, Allahın barmağı var demək, insanın barmağı kimidir demək deyil. Sadəcə Quranda və sünnədə necə gəlmişsə, onu o şəkildə təsdiq edilir. Bəzi kəlam alimləri, əlbəttə buna əşarilər də, maturudilər də qəbul edibdir. Bu sənin deyəsən ki, 4 məzhəblə işimiz yoxdur, bu əşari mənhəci. Bunlar da bunu qəbul edibdir. Amma necə qəbul ediblər? Təvil ediblər. Yəni, bunu Allahın qüdrətinin rəmzi kimi başa düşüblər də, yəni təvil ediblər. İndi belə deyim də sağ, gözəl qardaş. Deməli, biz deyəndə ki, Allahın Azza və Cəllənin əli var. Doğrudur, biz bunu etiqad edirik. Deyirik, Allahın öz zatı var, özünə yarışan şəkildə. Aydın, bəli. Bəli, aydın. Əlbəttə, insan kimi olmayacaq. Allah Azza və Cəllə bayaq elə ayə oxudun, Allah Azza və Cəllə ilə bağlı. Bu, Allahın barmaqları ilə bağlı. Həmin şeydə, yadındadır. Aha. Aysa, o sağ əlini alacaq. Sonra qiyamət günündə Zümər 67, düzdür? Deməli, söhbət o yerdir ki,
burada gələn hədislərdə biz misal sən dediyin buna bənzəyir. Allah Azza və Cəllə dedi ki, Quranda deyir mənə sənə mənim kərimlə yaratdığıma ibadət etməyə mane olan nədir? Allah Azza və Cəllə Quran-Kərimdə deyir bunu şeytana. Mən deyəndə ki, sən dediyin buna sualım odur. Necə? Sualım odur. Sualının mən necəliyini sadəyirəm də görün məntiqli deyil. Mən deyəndə ki, Allah Azza və Cəllənin 2 əli var. Sən qayıdıma deyirsən ki, Əuzubillah, sən Allaha yeni ayətən necəlik verirsən. Mən Allaha necəlik vermirəm. Allaha onu mənə necə göndəribsə, o formada iman edirəm. Allah və Rasul hədislər bizdə etiqad nədir? Allah Qurani Kərimdə və sünnədə Allahın gələn sifətlərinə sələf necə qəbul edibsə biz də elə qəbul edirik. Düzdürmü? Sələfdən daha salih bir insanlar olanmarıq. Allah'ın onlardan salih bir o. Necə gəlib o forma qəbul edirik. Yəni nə sapıq əşarilər kimi təvil etmirik. Və də sapıq belə deyim də müşəbbihələr kimi yəni təşbih etmirik də Allah'ın izniyle belə deyim də yozmuruq, keyfiyyət vermirik. Olduğu kimi qəbul edirik. Bizə dənə Quranda yox ha, sən yanlış anlayırsan. Niyə? Quranda və sünnədə gələn sifətlər. Yəni sifət həm sünnədə gələ bilər, həm Quranda gələ bilər. Biz etiqad edirik ki, Allah Rəsulü Aleyhissalatu vesselam'a da vəhiy gəlir. Biri var, Cibril Aleyhissalam vasitəsilə gələn vəhiy 2 növdür. Biri də var ki, Cibril Aleyhissalam vasitəsilə gəlməyən, yəni qəlbinə nazil edilən vəhiy. Biz buna iman edirik və olduğu kimi də hədisi qəbul edirik. Necə ki Allah Azza və Cəllənin əl ayəsini, Allah Azza və Cəllənin zatını keyfiyyət vermədən iman edirik. Necə ki Allah Rəsulu da buna belə iman edib, sahabələri də bu ayələrə eyni şəkildə iman edibdir. Çox Allah təvil edirlər, amma Allah Rəsulu bunu etməyib. Bildim. Vaxt gedir. Sualıma cavab ala bilmirəm qardaşım. Sən mənə ümumiyyətlə əl haqqında danışsan, mən sənə sual verəm ki, Allahın zatı barəsində keyfiyyət verə bilərik, deyirsən ki, verə bilmərik. Deyirəm bu verə bilmərik. Hə, küfrdür və sər və ilaxır, cəhənnəmlidir və sər və ilaxır. Okey. Mən də sənə hədis təqdim edirəm. Sən də hədisin isbatını qəbul edirsən ki, bəli bu hədis filan kitablarda gəlir, səhih hədisdir və sər və ilaxır. Və mən təqdim etdiyim hədisdə deyir ki, Allahın barmaqlarının ucu soyuqdur. Soyuq da keyfiyyətdir. Amma sən deyirsən ki, keyfiyyət verə bilmərik. Bunu mənə izah elə. Keyfiyyəti biz verə bilmirik də, söhbət odur. Allah və Rasulü necə keyfiyyətləndirib, necə vəsf edibsə o şəkil iman edirik də, mən də deyirəm. Peyğəmbər Allahın zatına keyfiyyət verə bilər, biz verə bilmərikdir. Peyğəmbər öz istəyi ilə Allahın zatına keyfiyyət vermir də, Allahın vəhiyi ilə ona gəlir. Məsəl üçün sən belə deyim də iman Üzr istəyirəm. Axı hədisdə qalə Allahdır axı. Qalə Rasullahdır. Rasulullah deyir ki, mən qəlbimdə hiss etdim barmaqların soyuq olmağını. Demək ki, biz keyfiyyət olaraq bilirik ki, Allahın barmaqlarının ucu soyuqdur. İndi mən qulaq as. Allah Rəsulü Aleyhissalatu vesselam'ı mən səhv dedim də 2 növdə vəhiy gəlir. Biri Cibril Aleyhissalam vasitəsilə, digəri də qəlbinə gələn vəhiylər. Sən əslində məsələnin başından anlasan, fəhm etsən, digərlərinə belə suallara yer qalmaz dediyim kimi. Bilə keyf. Fərqimiz budur ki, siz ötəri üstündən keçirsiniz. Biz üstündən keçmirik, biz araşdırırıq. Siz sadəcə eşidib iman edirsiniz. Aydın. Məsələn, bax, sizin bir dənə qaydavız var. Bax, qardaş da gəldi, bir dənə təkrar edeyim. Eşitdi və iman etdi. Hə, bax, sağ ol. Bax, qardaş da gəldi xəttə. Səsimi eşidirsən, qardaşım? Yox, getdi o. Getdi, hə. Bax, mənim dəyərli qardaşım. Bir dənə ümum qaydavız var. Ümum qayda nədir? Allahın zatının keyfiyyəti verə bilmərik. Allahın zatı yalnız və yalnız Allaha məxsusdur. Necəliyi Allaha məxsusdur. Var, amma özünə məxsus var. Onu heç kim izah edə bilməz. Qayda budur. Amma mən sənə təqdim etdiyim hədisdə, mən sənə təqdim etdiyim hədisdə, hədis deyir ki, Allahın barmaqlarının ucu soyuqdur. Soyuqda artıq keyfiyyətdir. Necə? Soyuq. Necə sualı verirsə artıq keyfiyyətə girir. Axı sən ümum qaydavı vurur. Ya sən hədisi inkar eləməlisən, ya ümum qaydavı rədd eləməlisən. İkisindən biridir səndə. Bu necə izah eləmək olur? Buyur. Hələ bir şey də, sən onu fikirləşənə qədər bir şey də deyim. Allahın zatında ixtilafa düşmək normal bir şeydir. Yox, bir dənə qulaq as. Mən sənə deyirəm ki, bilirsən başından məsələni yanlış anlayırsan. Biz demirik, bir tək Qurani-Kərimdə Allahın
nətər gəlibsə, bizdə təvhiddə ad və sifətlər qismində bizdə nədir təvhidin şərti? Quranda və sünnədə Allahın sifətləri necə gəlibsə o forma şəkli. Quranda və sünnədə. Yaxşı, zəhmət olmasa Quranda və sünnədə. Sünnə gətirdiyim hədis budur. Bunu Quranla tutuşdura bilərsən ki, Allahın barmaqlarının ucu soyuq idi. Quranda buna işarə var. Çünki sünnə belə Qurana söykənməlidir. Ümum qayda var, Peyğəmbər buyurub. Mən sizə 2 əmanət qoyuram, Quran və sünnə və yaxud Quran və itrət. Hə, sən sünnəvi Qurana tutuşdurmalısan. Qurandan qıraq, sünnədirsə o sünnə deyil axı. Ona görə barmağın ucun soyuq olmağını Quranda mənə isbat elədin, nə olar? Qurani-Kərimdə bax belə bir şey deyim də sən. Qurani-Kərimdə hər şey izahlı yazılmır. Hər məsələnin demək olar ki, bütün məsələlərin kökü Qurani-Kərimdən verilir. Bir ağac misalı, budaqları sünnətdən gəlir. İman budur bax. İmanın şərti, imanın gözəlliyi budur. Kökü Qurandan gəlir, budaqları hədislərdən gəlir. Necə ki namazın necə qılınmağı olmadığı kimi, zəkatın necə verilmədiyi olmadığı kimi, haram aylar deyir, amma haram ayların hansı aylar olduğunu söyləmir Quranda. Bu nə olur? Ağacın kökü, budaqları nə olur? Meyvələri nə olur? Hədis. Allah Azza və Cəllənin əli var. Amma bir şey də var. Kökü Quranda var. Bax, bir şey də var. Yox, xeyr. Bax, Quranda namaz var. Namazın xüsusiyyəti var, necəliyi də var. Nə edin? Rəkat ruku edin, səcdə edin, qiyam edin. Bu necəliyidir, xüsusiyyətdir. Keçdik zəkata. Zəkatın xüsusiyyəti var. Pul vahidi. Aydın? Yəni Quranda xüsusiyyət verir. Üzr istəyirəm. Quranda sən deyə bilərsən ki, Quranda kullu xüsusiyyət vermir, bəzi xüsusiyyət verir. Deyirəm, okey, əhsən, bəli, elədir. Sizin də qayda o deyir, bizim də qaydanamız deyir. Burada müttəfiqik. Amma sən mənə deyə bilərsən ki, Allahın əli Quranda var. Necəli sünnətdir. Amma mən sənə deyirəm ki, əgər elədirsə, onda Allahın kitabı Quranda Allahın əlinin necə olmağına bir dənə işarə olsun. Qalanı sünnətdə gəlsin. Çünki sizdə şey var, keyfiyyət verə bilmərsiniz. Amma hədis keyfiyyət verir. Bax, bu tövhid budur. Eşitsəm, indi mən sənə belə bir şey deyim də. Bax, genə deyirəm, ruku edənlərlə deyir, belə deyim də, qiyamda durmaq deyir, deyirsən bu necəlikdir. Bu necəlik, misal üçün, Yahudilərdə də var bu necəlik, bu şəkildə, yəni dururlar. Bu necəlik, ümumiyyətlə, Məkkə müşriklərində də var idi də bu necəlik sifəti. Məsələmizdə dəxlisi yoxdur. Valla məsələmizdə dəxlisi yoxdur. Məsələmizdə dəxlisi yoxdur. Nə oldu? Yahudilər deyir ki, Allahın əli bağlıdır, sən deyirsən açıqdır. Hə, nə deyim ki, onda qiyas eləyim ki, Yahudi ilə sən nə fərq var? Onda əl bağlıdır, səndə əl açıqdır. Yəni bu qiyasdır. Mən demirəm axı əl açıqdır. Sən məni niyə dinləmirsən axı? Mən deyirəm ki, Yahudilər əlbəttə deyir Allahın əlləri bağlıdır, əuzubillah. Mən deyirəm ki, Allahın iki əli də açıqdır. Burada nəsə çepi tuta bilməsən axı sən? Çepi tuta bilərəm, niyə tutmuram? Tut görüm. Mənim gözüm üstə. Allahın əli zatdır, düz. Zatda ixtilafa düşmək normaldır, yoxsa paranormaldır? Sən sən şey ver. Eşitsənmi? Nə dəxli var? İndi mən deyirəm, nə dəxli var? Sən tuta, mən deyirəm ki, Allahın əli sən də demirsən Allahın əli açıqdır. Mən də sənə dəlil gətirəcəm ki, Allahın zatında ixtilafa düşmək normaldır, yoxsa paranormaldır? Onu bilmirəm, o barədə elm almamışam. Yəni paranormaldır. Allahın zatına ixtilafa düşmək paranormaldır. Niyə? Çünki sən əgər ixtilafa düşürsənsə, demək sən elmin var. Amma elmi olduğun təqdirdə sən Allahın zatını xüsusiyyətləşdirə bilmərsən. Xüsusiyyətləşdirəndə artıq paranormal çıxır. Məsələn, Allahın əli, iki əli də sağdadır, yoxsa bir əli sağdadır, bir əli soldadır? Auzubillah, gözlə də söhbəti dəyişmə. Sən deməli dedin ki, Yahudilər ay qardaş dəyişmirəm. Paranormal məsələni izah edirəm. Sual verirəm sənə. Allahın əlləri sağdadır, yoxsa bir əli sağdadır, bir əli soldadır? Yox, onun necəliyini mən bilmirəm. Yox, onu bilmirəm. O bizə mənə çatdırılmayıb. Mən görməmişəm. Sən de. Çatdırılmayıb. Bax, icazə versənsə oxuyum. Yox, başqa hədis keçmədi inşallah ki, dayan qoy bir dənə mən bu söhbəti qardaş deyirsən bilmirəm, qardaş bilmirsən, sən bilmirsən, mən ki bilirəm. Yox, o söhbətə başqa söhbət etmir. Sizin hədisdə belə gəldi söhbətini keçmir. Bu söhbəti ay qardaşım, eyni mövzuda Allahın əli barəsində danışmırıq. Allahın zatı barəsində
Mənim də Allahın əlindən başqa yerə getmə. Daha Səbuhi, qoy bir dənə sözümü deyim, icazə versənmi? Yox qardaşım, icazə Bir dənə vermirəm. sözümü. Yox qardaş, icazə vermirəm. Çünki bizim mövzumuz şirkin növləridir. Şirkin növləri də 3 növdür. Bilirsən ki, bax, bilirsən ki, icazə versəm, burada sən stüdyoda yansaq çıxarsan. İcazə versəm. Ay qardaş, sən bir dənə soyuqluqdan vəziyyətdən çıxa bilmirsən. Mənə səs çıxardarsan. Sən tələbə məndən bacarmır. Başqa dönümsən. Olmaz ki. Buna sözlər deyirsən. Valla gördün, görsən da sərtliyə keçirsən başqa metoda. Bir dənə dinlə. İkidə kəlmə söz deyil. Yox, mən zaten ikidə kəlmə söz deyil. Bildimi? Yox, başa düşdüm. Poda danışanda biz çalışaq sözümüzü kəsməyək, başqa dönümsən. Bir də ki, demək ki, məsəl falan şey deyirsən, falan şey çıxarsan. İcazə verməm, bir dənə cavab verim. Sən dedin, düzdür dedin, sizin söhbətiniz Yahudilərlə sənin söhbətin ixtilafdadır. Düzdür, icazə ver, mən cavab verim. Yox, mən misal gətirdim. Mən təsdiq edirəm, mən misalla gətirdim. Mənim dəyərli qardaşım, misalla gətirdim ki, sənin gətirdiyin misal deyil. Çünki o misalı bu misalı vururlar. Aydın? Sənin misalla misal gətirdim. Kökü gətirən sənsən. Sən gətirməsən mən bunu deməzdim. Set getdi. Alo. Hə, səsim gəlir? Hə, indi gəldi. Səsini eşitdin mənim? Hə, Yahudilər deyir ki, Allahın iki əli Allahın əlləri bağlıdır. Mən də deyirəm ki, şəxsən mən bu etiqada, bu əqidə üzərindən deyirəm ki, xeyr, Allahın iki əli də açıqdır. Dedim sən bunda çəpə tapa bilərsən. Sən dedin, hə, səhvdir. Mənim sözüm səhvdir. Allahın iki əli də açıqdır deyirəm. Bu səhvdir, yoxsa nə tər? Bəli, səhvdir. Tamam. O zaman Maide surəsi 64-cü ayədə Yahudilər Allahın əli bağlanıb dedilər. Əlləri bağlansın və onların dediklərinə görə lənətlənmişdirlər. Xeyr, onun iki əli də açıqdır. Aha, bilirəm, doğru. Onun iki əli də açıqdır. Bəli. İki əlin açıq olmağın məna nədir? Ya burada paradoks bilirsiniz sizdə nədədir? Bax indi mən deyim. Yahudilər ki, Allahın iki əli də bağlıdır. Yəni xəbisdir. Məna xəbisdədir. Xeyr, Allahın iki əli açıqdır, yəni Allah səxavətlidir. Nəinki həqiqə əli olduğunu deyir burada. Allahın iki əli açıqdır, yəni nə? Yəni səxavətlidir, rəhməndir, raufdur. Aydın? Paradoksun sənin burada. Başa dedim axı bu da səhvdir. Məsəl dedim zati məsələ. Bilsən niyə? Çünki sən Allahın əli deyəndə bizim mövzumuz nədə idi? Mövzumun başı nə idi? Allahın zatına ortaq qoşmaq. Şirk fil zat. Düz? Mən də sən də mənə dedin ki, mənim dəyərli qardaşım, biz olduğu kimi qəbul edirik. Allahın əli var, həqiqətən var, amma özünə məxsusdur. Amma buradakı məcaz da artıq. Çünki Allahın iki əli açıqdır, yəni öz həqiqi əli açıq deyil, səxavət mənasındadır. Səxavət məna yüklənirsə bura, artıq bu olur məcaz. Aydın? Mən sizə bir söz deyim. Sizdən niyə heç kim Əbu Yunus Hoca ilə debat eləməyib? Mənim maraqlıdır. Ay qardaşım, elmin çatı sən danış. Əbu Yunusu bir nəsmasın, şeyin varsa, əlaqan varsa qoş mənlə danışsın, problem deyil. Kim istəyən qoş mənlə danışsın. Əlaqam var, olmağına. Əbu Yunus indi həbsdədir. Bu şeytanın tağutun yəni Allah qapısını açsın. Mən də əli qarşım. Nəsə işim ondadır. İndi Əbu Yunusla da danışırıq. Mən indi hal-hazırda sənlə danışıram. Bax, mənim dəyərli qardaşım. Mən sənə bir dənə şey deyim. Sənə hədis atdım. Bax, Allahın hər iki əli sağdadır. Bu İbn Xuzeymə Ət-Tövhidində, İmam Əhməddə, Əbu Ya'lə, Təbəqatul Həmbəlidə, Beyhəqidə, İbn Teymiyyədə, Məcmuəl Fətavada, Əlbanidə, Məcmuəllatul Əsalədə və sərdə gəlir. Sonra ixtilaf baş verir Allahın zatında. Sonra deyir ki, Allahın iki əlindən biri sağ, digəri sol əlindədir. Yəni Allahın iki əlindən biri sağ, digəri sol əlidir. Bunu da deməli Darimi Ər-Rad Əla Bişril Mərsi kitabı, ola bilər kitabın adını səhv deyə bilərəm. Çünki burada tərcümədə yazıblar da, ərəbində yazılmayıblar. Ona görə xəta elə bilərəm, üzrlə sayasın. Sonra Süleyman Əl-Təmiminin Qitab-ül Tövhidində, Həsən Sıddıq xan Qadfur Səmarda və digər alimlərdə və digər alimlərin görüşüdür. Və buna da hədis də gətirir hələ. İbn Ömər radiyallahu anh rəvayət edir ki, Rasulullah sallallahu aleyhi və səlləm buyurdu ki, şübhəsiz ki, adil, ədalətli olanlar qiyamət günü və sər və ilahi Rəhmanın sağında nurdan minbərlər üzərində olacaqlar və bir əli sağda, digər əli solda olacaqdır. Və sər və ilahi. Bir söz deyim.
Cavab verim. Mən sizə cavab verim. Əbu Hüreyrə radiyallahu anhu rəvayət edir ki, Rasulullah aleyhissalatu vesselam buyurdu. Allahın əli elə doludur ki, gecə və gündüz ondan davamlı axar. Siz Allahın göyləri və yeri yaratdıqdan bəri əli ilə xərclədiyi, verdiyi şeyləri görmürsünüzmü? Bütün bu verdikləri onun sağ əlindəkiləri heç bir şəkildə əksiltməmişdir. Burada Allahın hər iki əli də sağdır deyir. Sağdadır demir axı. Bax, gözəl qardaş. Orada sağdır deyəndə sağ sözü orada tərəf mənasındadır. Yo, yön deyil axı, sağdır. Yəni misal üçün, sənə belə bir şey deyim də, zikri hansı əlinlə edirsən? Fərq etməz ki. Yo, məsəl üçün, amma bizdə fərq. Sol əllə zikr etmək olmaz. Sol əllə üzr istəyirəm. Təharətə gedəndə elə işlər görülür də, yəni məcbur qalmadığın sürəcə, yəni qüsurun olmadığı sürəcə. Yo. Olmaz sözü haramlığına gəlib çıxadar. Biri var ki, deyə bilərsən ki, sağ əllə zikr etmək müstəhəb olar. Müstəhəb olar. Solla etmək məkruh olar. Biri var belə deyəsən, biri var deyəsən haramdır. Sən haram deyirsən. Axı sən Allahın dinində niyə şey edirsən? Haram deyirəm. Haram demirəm. Bəs olmaz nədə olmaz haramdır? Olmaz o. Sən sağ əl sünnətə ziddir. Yəni bu barədə olmaz deyirsən, yəni sünnətə ziddir. Əhsən, gözəl. Belə deyim də, sağ əl. Allahın iki əli də sağdır. Yəni sağ əl bolluğu bildirir. Başa düşsən, bolluq mənasındadır orada sağ əldir. Yəni əuzubillah. İki əli də sağdadır demir. Əstəğfurullah və etûbü ileyh. Nə harda deyir o iki əli də sağdadır? Əgər sən dediyin kimisə, iki əli sağdır, yəni vardır mənasına verirsə, niyə axı sizdə orada ixtilaf var ki, Allahın iki əlindən biri sağ, digəri sol əldir? Axı orada sağ sol müəyyənləşdirdi axı. Söhbət budur ki, hardadır ixtilaf? Mən orada görmədim şeydə. O ixtilafı da at, mən oxuyum da onu. Atmışam, oxu. Attım. Atmışam, oxu canım. İbn Teymiyyanın Təvhid inancı kitabını atmışam sənə. Sonra o barmaqların ucu soyuqdur. Atmışam. Bir də bunu. Deməli, lan kəllə birisi digəri sol əldir. Bu darimi Rəd əl-Bişir-ül-Mərsi Süleyman Ət-Təmimi Tibat Bud Tevhid Səsən Sıddıq xan alim şöbür. Tamam. Burada mesela sen burada neye əsasən bunun misal üçün məsəl üçün cismi olaraq oradakı sol sözünü oxuyursan, sol sözünü gördün oradan. İndi mən sənə belə bir şey deyim də, mən sənə deyəndə ki, sağ əl, belə deyim də sağ əl bolluq, yəni belə deyim də açıqlıq, ruzi verən mənasındadırsa, sol əldə burada nədə ixtilaf ola bilər? Allahın kafirlərə qəşəng. Sən bir dənə denən ki, oradakı sağ əl sözün mənası bol ruzi deməkdir. Buna etiqad edirsənsə, bir dənə hə denən bir şey deyəcəm sənə. Etiqad edirsən buna? Oradakı sağ əldən qəsd Allahın cömərtliyidir. Bu məcazdır ki. Boy, sən oldun nə? Sən oldun İsna-Əşəri etiqadı. Sən oldun Şiə etiqadı. Auzubillah, Allah qorusun. Axı Allahın əli elə olduğu kimi əlidir. Sən deyirsən sağ əl yəni ruzi. Ruzi başqa bir şeydir. Sən ruzi artıq mənadır. Sən bir sözə məna yüklürsənsə, bu da oldun məcaz. Mən sənə belə bir şey deyim də. Orada Allah Rəsulü Aleyhisselatü Vesselam axı orada məcazı yüklüyüb. Sən onu fəhm edə bilmirsən. Demək ki, Allahın zatında məcazdır. Deməli, əl həqiqi əl-dördün məcazdır. Ruzidir, bərəkətdir, qudrətdir. Qardaş, sanki saatı deyirəm ki, sünnətdə və Quranda ancaq məcaz olaraq gələrsə, bu formada bizə çatarsa, biz elə qəbul edirik. Biz özümüz məcaz verənmərik deyirəm. Allah Rəsulü məcaz verə bilər. Qardaşım, deməli sənə itaat etdiyin Peyğəmbər Allahın əl deyəndə, onu qüdrət, səxavət, ruzi verən başa düşüb də. Düz? Həqiqi əl başa düşməyib ki? Yox. Ya bir şeyi axı sən 10 saniyə bundan qabaq dedin ki, ruzi verəndir o.
bərəkətli. Yəni, belə bir şey deyim də. Çünki Allah Resulü Aleyhisselatü Vesselam bircə dəfə əl demədiyinə görə, bir çox dəfə dediyinə görə başqa-başqa mənalarda da deyə bilər. Belə bir şey deyim də sən. İndi Axı bu özü belə deyim, paradoksdur. bir dəfə nə? Axı bu özü paradoksdur. Niyə paradoks olur ki, qardaş? Mən deyirəm ki, Çünki sənin iddia etdiyin peyğəmbər bir tərəfdə belə deyib, bir tərəfdə belə deyib. Hansını götürək? İkisini də götürək. İkisini götürsək də sən məsələni fəhm etsən aydın olacaq da. Allah Resulü ay qardaşım, fəhim deyirsən, bax mən deyirsən fəhim elə. Okey də, mən fəhim elədim və sənə bir dənə sual qoydum ortaya ki, Allahın zatında biz necə eləni düşünə bilmərik, amma burada peyğəmbərin deyir ki, itaat etdim peyğəmbərin deyir ki, Allahın barmaqlarının uzun soyuq olduğunu mən qəlbimdə hiss elədim. Buyur, sənin fəhmi məndən güclüdürsə, barmaqların uzun soyuq olduğunu mənə gətir ki, bu necə bir şeydir? Bu keyfiyyət verməkdir. Ya sən Mərad gecəsinə iman edirsən peyğəmbərin Allahı gördüyünə. Peyğəmbər Allahın gördüyünə? Peyğəmbərin Allahı gördüyünə iman edirsən Mərad gecəsinə? Yox qardaşım, yox. Çünki heç bir şey Allahı vəsf edə bilməz, Allahı dərk edə bilməz. Nətər yəni? İndi sizin əqidədə Mərad gecəsi yoxdur? Qardaş, Meyras gecəsi bizdə var ya, amma da orada deyilmir ki, peyğəmbər getdi Allahı gördü. Bir dəqiqə. Deyirsən orada elə şey yoxdur da sizin əqidəyə görə elə? Bizim əqidədə peyğəmbər öz əslini gördü. Öz əslin. Allahı yox, öz əslini gördü. Nəsə Allahın əlin barmağının soyuq olmağına nə yerə qoyaq? Fəhim deyirdim. Buyur, fəhimi bir də izah elə də mənə. Sizə deyəcəm də, indi onu izah edəcəm. Yaxşı. Bir tanıdığın ustadlar varsa istəsən onu da qoş da xəttə, nə olar ki? Deməli, səndə tanıdığın ustadlar, yəni sağ ağır gəlir ümumiyyətcə. İnşallah ki, belə o real gəlməsin. Yəni bunda deyərsən, danışarım. TikTokda elə belə ağır deyən ustadları elə mən susturdum, getdi. TikTok, belə deyim, ağırdır. TikTok debat yeri, TikTok din yeri deyil. TikTok boş vaxt olanların yeridir. Amma sizin tələbələriniz niyə tökülüşüb TikTok-onda? Bizim tələbələrimiz TikTokda yoxdur. Bizim tələbələrimiz... Bu Yunus Bədavinin TikTokda o qədər videoları var. Onlar paylaşa bilərlər. Məsələn, avvam insanlar paylaşa bilərlər. Məsələn, sən görürsən, abi Yunus çıxa kimlənsə debat edir TikTokda. Axı sizin Yordaniya tələbəniz TikTokda gedib bəhs eləməmişdi? Bizim tələbəmiz kimdir ki, TikTokda bəhs edir? Adı nə idi ayarlarının? Həmin adı nə idi? Həmin Yordaniya tələbəsi idi. Gəldi o vaxtı TikTokda bəhs elədi. Sonra onu YouTube kanalına verdilər və s. və axır. Nəsə, yəni sən birbaşa TikTok, yəni platforma, yəni sən birbaşa platformaya deyirsən, bunlar nə bilim boş şeydir. Mən sizə bir də misal gətirərəm. Bir bıçaq qatilin əlində olanda insanı öldürər, həkimin əlində olanda insanı sağaldar. Şərt onu sən necə istifadə eləməkdir. Sən platformanı da əxlaq çərçivəsi altında istifadə edə bilərsən. Cəmaatı elmləndirə bilərsən. Necə ki, buna hamı bu saat məşğuldur. Aydın? Cəmaatı elmləndirə bilərsən. Sən, misal üçün, gedərsən orada dərslərini paylaşarsan, bunda bir sakınca yoxdur. Sən gedərsən orada, necə deyim, insanlara dini izah edə bilərsən. Bu başqa məsələ. Sən orada, belə deyək də, şərrin içində xeyir görə bilərsən. Orada bir sakınca yoxdur, ona kimsə kimi. Sən ama, misal üçün, dur, get o hesabda bununla debat elə, get bu hesabda bununla debat elə, get orada bununla. Bu, boş insanların işidir. Yəni, elm tələbəsinin belə vaxtı olmur axı, elm işlə işi olmur axı. Nasıl bunu deməksən? Nəsə, başa düşdüm. Elm tələbələrinə inşallah ki, bir nömrədən verərsən, sən yanına danışıram onlarla. Ondan sonra birisindən danışmışam, buradan danışaram. Təbrikə azadlığa çıxır. Onun ustadı olsun, fərq etməz. Allah qapısını alsın. İnşallah çıxar danışarıq, problemdir. Hal-hazırda mən sənə danışıram. Mənim də əli qardaşım, nə olar? Başa dönüm. Şeydən hələ şirkin o 3 mərhələsinin birində qalmışıq. Allahın barmaqlarının ucu soyuq olmalı, bir dənə izahın varsa ver. Yoxdursa söndürək çıxaq gedik. Mən izahım yoxdur. Mən sənə deyirəm ki, izah nətər yoxdur? Allah Rəsuluna
Dedim ki, sən iman edirsən ki, Allah Rəsulunun qəlbinə vəhidə Ay qardaş, gəlir. mən belə paradoksdayım. Ay qardaş, əqidə xəbər vahid üzərinə qurulmaz, təvatur üzərinə qurular. Bu əqidədir, bu etiqaddır. Etiqadı sən zənni yox, yəqində çatmalısan. Zənnlə çatmalı deyirsən, yəqində çatmalısın. Əgər sən mənim etiqadıma bir sual verirsən, mən desəm ki, bunu bilmirəm, demək ki, mən bunda zəndəyəm, problem məndədir. Mən sənə iki fərqli hədis qoyuram. Sən deyirsən ki, bunları mən bilmirəm. Bilmirsən, okey də, bəhsi saxlayıram. Get bunu öyrən, gəl, sonra bunu davam edərik. Sonra keçərik o birisi. Yaxşı. İndi mən sənə bir sual versəm olar əqidəmlə bağlı. Yox qardaşım, olmaz. Çünki sualı mən vermişəm, cavab almaram. Cavab almadım təqdirdə. Hadan cavab alarım, onda sən digər suallara cavab verərəm. Olar? Mən cavabı verirəm. Cavabım səni tatmin eləmir də. Belə deyim də, mən deyirəm ki, Quranda və sünnədə Allahın barmağının ucu soyuq olmağının keyfiyyətdir. Bir dənə hə yoxdur. Mən sənə belə bir şey deyim də, Allah deyir ki, Quranda biz bu Rəsulu, Quranı açıqlayıcı göndərdik. Deməli, Rəsulullah Aleyhisselatü Vesselamın elə bir yetkisi var ki, Allahın bütün Quranını açıqlasın, izah etsin. İnkar edirsən bunu? Onda şübhə yox. Deyək qardaş, mən sənə Qurandan sual vermirəm. Mən sənə sual verirəm ki, Allahın barmağının ucu soyuqdur, hə yox. Allah Rəsulü Aleyhisselatü Vesselam Quran təfsirçisidir yoxsa yox? Ayda, mən nə sual verirəm? Ay qardaş, hə, sən deyəndə alimdir, bəşəriyyətin ən üstün kişisidir. Sualım ondadır. Sualım budur ki, Allahın barmaqlarının ucu soyuqdur yoxsa yox? Mən də deyirəm, Allahın izniyle mən də deyirəm ki, Allah Rəsulü Aleyhisselatü Vesselam necə bəhs edibsə, o şəkildə də iman edirəm. Yox, yozmuram da şey eləməm. Əhsən, demək sən burada etiqad edirsən ki, Allahın barmaqlarının ucu soyuqdur. Çünki sənin peyğəmbərin belə deyib. Düz? Aha. Əhsən, demək sən etiqad edirsən ki, Allahın zatının necəliyini biz tapa bilərik. Prosta ümum qaydatda elə belə qoşmuşuq ki, qardaş, soyuqluq keyfiyyətdir. Soyuqluq özü keyfiyyətdir. Allah tamam, belə bir şey deyim də sənə. Soyuqluq keyfiyyətdir. Mürcü keyfiyyətdir. Mürcü? Yox, mürcü haldır. Tamam, əl Allah Azze ve Celle'ye aiddir, əl nisbət etmək, eyibdir. Əlbəttə ki, eyibdir. Allaha tamam, əl desə, burada bir məsələ var. Bax, burada bir məsələ var. Allaha əl desin. Desən ki, Allahın əli var. O əl, həqiqi əl kimi başa düşsün. Qardaş, bu İslamdır da, bu nə bilim, nə teyzimdir bilmirəm, bu amma İslamdır. Yox, əgər etiqad etsin ki, ötən dəqiqələrdə də 15 dəqiqə bundan qabaqda bir dedin, sonra gördün ki, yox alınmır, nəsə demədin. Allah əl deyəndə qüdrət və bu kimi məcaz mənalardır. Qəbul edirsənsə, okey, qəbul edirəm. Qəbuldur. Amma yox, həqiqi əldir, amma özünə məxsusdur. Necə ki, barmaqlarının ucu soyuq olmağını, Allah dünyanı 5 barmağına saxlayır. Allahın 5 barmağı var. Hamısı keyfiyyət verir. Deyirsən ki, hə də, olduğu kimi qəbul edirəm, amma keyfiyyət verə bilmərəm. Hətta say özü keyfiyyətdir də. Belə bir şey də əl məsələsində deyirsən Allaha eyibdir. Allaha əli var. Demək eyibdir. Düzdür. Bu mövzuda sən Qurana əsasən bəli. Çünki vələm yəqullahu kufuvan əhad. Onun bənzəri də yoxdur. Bənzəri olmadığı təqdirdə bu ayə nəsx olmalıdır. Nəsx olandan sonra gəlməli ki, Allahın bənzəri var. Allahın əli var. Çünki əl özü bənzərlikdir. Necə Allah? Əli olan Allah. Bənzətdin. Tamam. Söhbət fərq görsən, fərq buradadır ki, sən əli bənzərlik verirsən. Misal üçün deyirsən, əl elə bildiyimiz əldən misal üçün keyfiyyətin biz deyirik ki, əl var. Allahın əli var. Allah özünə eyib olan bir şeyi özünə məcazda işlədir. Onda sən sözünə Allah özünə eyib olan bir şeyi özünə məcazda işlədir. Başa düşmədim. Quranda ayə var ki, Allahın əli möminlərin əli üzərindədir. Məcaz deyir bu. Quranda var ki, Allahın 2 əli var. Məsəl üçün. Bu nə tər məcaz demək? Deyirəm də, izah edirəm də sən. Mən sən ayə gətirəm ki, Allahın əli onların əli üzərində idi. Bu nədir? Allah yer kürəsini endi, möminlərin əli üzərinə qoydu. Yoxsa ki, Peyğəmbər gəlib möminlərin əli üzərinə qoydu. Ayə nazil oldu ki, Allahın əli. Yəni Allahın əli, yəni Peyğəmbər. Yəni niyə? Çünki Peyğəmbərə itaət Allaha ibadətdir. Demək ki, Allahın əli, burada qəsd Peyğəmbər idi. Bu da özü məcazdır. Çünki Allah öz əlini Peyğəmbərin əli ilə nə eləyir? Nə eləyir? İsbat eləyir. Buna deyirlər məcaz. Aydın? Nəsə qardaş? İndi o ayə ilə bağlı görək Peyğəmbər nə deyir? Nə deyir? Deməli,
Peyğəmbər buyurur ki, Allah möminləri qoruyur və onların işlərini dəstəkləyir. Peyğəmbər bu ayəni məcazi mənada təfsir edib. Mən də buna məcazi mənada iman edirəm. Bəli, Peyğəmbərin təfsiri şəklində. Bəs sən dedin, qulaq as. Məcazi qəbul edin, okey. Bəs sən az öncə dedin axı, Allahın özü barəsində məcazən danışar. Burada da Allah öz əliyindən danışdı axı. Burada da məcazən danışdı axı. Demək ki, danışır da. Mən demədim, mən sənin fikrinə rəddiyə verməyim. Mən demirəm, bax, sən deyirsən, mənim fikrim də ki, Quran ayəsi idi. Qulaq as. Yox. Bax, sən deyirsən ki, Allaha əl nisbət etmək eyibdir. Mən də sənə eyni şəkildə sual verdim ki, Allah Azza və Cəllə özünə eyib olacaq bir şeyləmi özünü misala çəkər? Belə deyim də, sən bir şey Fəth surəsinin 10-cu ayəsini oxu da, xahiş edirəm. Nə? Fəth surəsinin 10-cu ayəsini oxu da. Oxuda işdirəm. Mən oxuya bilmirəm. Oxuya bilmirsən? Yaxşı. Mən oxuyaram, problemdir. Sən ayəni sənə atım. Oxu, buyur. Mənim gözlərimdir. Sənə qadan alaram mən. Deyir ki, sənə beyyət edənlər Allaha beyyət etmiş kimi olarlar. Allahın əli onların əllərinin üzərindədir. Sual, Allahın əli özünə nisbət verir, zatına nisbət edir. Onlarının əllərinin üzərindədir deyir, ayə deyir, düz. Olduğu kimi qəbul elə, denən ki, Allah yer kürəsini endi, möminlərin əllərinin üzərinə qoydu. Yoxsa bu məcazdır? Peyğəmbər nə deyib burada? Məcazdır deyib. Peyğəmbər də, sən başa düşmüsən? Peyğəmbər burada təfsirində nə deyib? Məcaz, yəni Allah möminləri qoruyur. Əhsən. Allah sənə razı olsun. Demək ki, Allah əl deyəndə məcazdan istifadə edib. Siz də deyirsiniz ki, Allahın zatı barəsində olan ayələrdə məcaz yoxdur. Amma sübut olundu ki, məcaz var imiş. Belə deyim ya, eşitsən mi? Yəni mən sənə başda nə dedim? Sən o sualı verəndə mən sənə ən başdan dedim ki, Allah Rəsulunun necə təfsir etdiyinə baxır o məsələ. Misal üçün, amma əlaqəsiz oldu, mən verdiyim suala cavab olmadan mən deyirəm ki, biz demirik Allaha əl eyibdir. Allah əllə də özünə misal çəkə bilər, gözlə də özünə misal çəkə bilər. Çünki Allahın əli də var, gözü də var. Amma deyirsiniz ki, Yo, düz dedin, qəşəng dedin, çox da gözəl dedin. Misal çəkə bilər. Bəli, misalı niyə çəkə bilər? Çünki Quran ürfə gəldi də. Ürfə gəlib. Ürf başa düşsün, cəmiyyət başa düşsün. Başa düşdüm. Mən sözümü tamamlamadım axı. Deyirəm ki, biz iman edirik. Həm Allah məcazi mənada əlini işlədir. Bəzi ayələrdə Rasulullah Aleyhisselatü Vesselamın təfsiri ilə bərabər, həm də ki, həqiqi anlamında istifadə edir, işlədir. Amma siz deyirsiniz ki, sadəcə məcaz mənada işlənə bilər və Allaha əl nisbət etmək eyibdir. Mən də, diqqətlə dinlə, mən də bir sual verirəm ki, Allah özünə qüsur olan, özünə, belə deyim də, eyib olan bir şeylə özünü misala çəkərmə, əuzubillah, misal üçün, deyərmi ki, Əstəğfurullah. Allah öz-özünə deyə bilərmi ki, Allah mürcülədir, əuzubillah. Yox, niyə Allaha mürcü nöqsandır? Əldə sizə görə onun kimi nöqsan olmalıdır. Diyan. Allah unutqandır? Yox. Unutqanlıq Allaha nisbətdə xoşa gəlməz söz sayılır? Əlbəttə xoşa gəlməzdir Allah nisbətdə. Unutqan deyil Allah. Quranda yaxşı, mənim dəyərli qardaşım. Biz Qurana nəzər salanda, bax, diqqətlə. Tövbə surəsinin 67-ci ayəsində buyurur ki, onlar Allahı unutdular, Allah da onları unutdu. Sənə deyirsən ki, Allah pis misallar özünə çəkməz. Deyirsən ki, mən də sual verirəm ki, unutqanlıq pisdir, deyirsən hə. Deyirsən ki, pisi Allah özünə çəkməz, amma burada çəkir axı. Allah da onları unutdu. Allah unutqandır bəyə. Bu da məcazdır. Allah da məcazdır danışır. Təfsirdə, bax, onun təfsirində Allah Resulü Aleyhisselatü Vesselam zaten bu iki tərəfli də məcaz olar da, bunun həqiqi tərəfi və ya məcazi tərəfi yoxdur. Bilirəm məcazdır. Mən onu demirəm. Sadəcə sən mənə bir dənə qayda gətirdin, özündən uydurdun ki, Allah pis şeyi özünə misal etməz. Mən də deyirəm ki, unutqanlıq pisdir, deyirsən hə. Deyirəm axı Allah burada özünə misal çəkdi axı. Nətər eləyək bunu? Demək ki, unutqanlıq bir şirkdir.
bir hissdir. Misal Allah Azze ve Celle bak unutulmuş bir hissdir. Allah Azze ve Celle nəyi özündən dəf eləyir? Mülkü özündən dəf edir. Onun kimi eyni bir hissi. Ama Allah Azze ve Celle əli heç vaxt özündən dəf etmir. Allah unutkandır, sual verirəm. Allah unutkandır. Ey. Bəs niyə Allah burada deyir ki, Allah da onları unutdu? Mən deyirəm ki, Allah hisslərlə özünə misal çəkir. Hisslərlə, necə ki mürcü ilə misal. Amma Allah mürcünü özündən dəf edir də hissi. Yox səbir. Amma əli özündən heç dəf etməyibdi. Əksinə vurğuluysa. Ay qardaş, dəlilin yoxdur axı. Baş eyni ayədir gətirirəm. Sən burada deyirsən ki, bilsən sözün nədir? Mən burada belə qəbul edirəm, burada belə qəbul edirəm. Mən də sən qəbul etdiyindən paradoks edirəm ki. Mən orada elə qəbul edirəm axı. Allah Rəsulü nə tər yorumluyubsa elə qəbul edirəm. Allah Rəsulü nə tər təfsir edibsə elə qəbul edirəm. Əhsən də, mən də deyirəm ki, deməsən Allah Rəsulü necə təfsir eləyib? Allah Rəsulü bura təfsir eləyir ki, Allahın barmaqlarını mənim bədənimə sığal çəkdi. Mən də Allahın barmaqlarının ucunun soyuqluğunu hiss etdim. Qəbul edirsən, deyirsən ki, eləyirəm. Bu hədis səhihdir, tənaqqurdur, nədir? Əhsən, eləyirsən. Sual verirəm. Allahın barmaqlarının ucu soyuqdur, dayanırsan. Deyirsən ki, soyuqdur, keyfiyyət vermiş olursan. Deyirsən ki, yox, soyuqdur, hədis soyuqdur, hədisi inkar eləməlisin. Hədisi inkar eləsin, hadisəni inkar eləməlisin. Hədisi olduğum kimi qəbul edirəm. Allahın Azze ve Celle'nin bütün zatını da qəbul edirəm. Sizə nisbətən Allahın zatını inkar etmirəm. Allahın sadəcə belə ay qardaş, hələ bizə gəlmə, hələ çox var, başa düşdün. Biz hələ sırat-ı müstəqimdəyik. Biz hələ havalardayıq. Söhbət bilsən nədir? Söhbət sənin əqidəndən açıldı. Gördün ki, sənin əqidəndən məsələlərə cavab verməyəcəksən üçün söhbət çevirdim mənim əqidəndən. Sən hələ mənim qadan alımsan. Ay qardaş. Səbabət görmə. Etik nə deyirəm? Sənin əqidən deyir ki, Quran dəyişdirilir. Sənin əqidən deyir ki, Allah Azze ve Celle arşın üzərində deyil sənin əqidən. Allahın yenə xodlandı. Başa dönüm sən, qadan alım. Sən məndən, nəinki səni, sən tələbə, sənin alimin, məndən heç bir mövzuna, nəinki Quran tərifi, valla Quran tərifini istəsin, and olsun Allah, Quran tərifi sən elə bəhs eləyərəm. Səni belə etməsin, xanım Ayşən, Ömər ibn Xəttabın deyir ki, mən ayəni cəmaatdan qorxmasaydım yazardım. Bu necə oldu? Xanım Ayşə deyir ki, filan surə boyda idi, amma biz onu yazmadıq. Xanım Ayşə deyir ki, süt vermə ayəsi endi, amma Quranda heç süt vermə ayəsi yoxdur. Nə bilim, filan surəni keçi yedi. Ay qardaş, Quran tərifi məndən gəlib, ümumiyyətlə heç bir mövzunu məndən gəlmə. Sən indi öz aləmində biraz dirəşmək istəyirsən məndən. Sən niyə sil edirsən ki, məsələn, sən sualıma cavab verir. Quran dəyişdirilir. Sadəcə mövzu deyirsən ki, sənin əqidəndə Quran tərifi olub. Deyirəm ki, yəni məndən Quran tərifi bəhs eləmədə. Vallahi alimləri tökərəm ortaya, hədisləri qoyaram ortaya. Səhih bildiyin hədisləri qoyaram ortaya ki, Quran tərifi bizlə başa-baş, ümumiyyətlə heç bir məsələn bizlə başa-baş gəlmir. Mən səndən elə şirkin söhbət nədir? Sizin məzhəbdə kim var? Kim alimdir ki, sizin məzhəbdə deyirəm. Ay qardaş, bizim məzhəbdə mən varam. Saboy Mehdi Ticani var. Hə, gəlin mənlə danışın. Bizim məzhəbdə mən varam.